Meyraz iki timdə bağlı diqqət və por stres halətdə oynayırlar. Liderlərin ikisi Meyraz gördü eləyəblər bura və Sorena çöndü. Meyraz vuracaq ya Sorena bəli. Hi guys, necəsiz fəzəniz qədər çox xoş gəldiniz kanalda. Bugün nəmə gəlməyəcək bətəli beyni şəhri Təbriz və Həmədan. Bugün nəmə bir daha xasa bir oyun çıxacaq multuda və görək ki aya Təbriz şəhri tutacaq ya Həmədan. Və bu halin lideri ki həman ki görürsünüz Meyrazdır və obisi tərəfində lideri Sorenadır. Və uşaqlar da Sutun, Mərzban, Killer, Reza Şah bu haldən də Dark Evil'dir. Ravid'dir və Mr. Koskol'dur, obisi də ki Stream moddur. Xoş, oyun başladı bizim ki görürsünüz. Bu haldən Mr. Koskol və bu haldən ki həman ki görürsünüz Meyraz xəttini tutub və bu haldən Dark Evil Killer'i vurdu. Və Təbriz timindən 2 nəfər həsv olubdu və feylən Həmədandan bir kəsi həsv olmayıbdı və 1 nəfər həsv oldu. Mərzban, bu halin lideri Sorena həmən vurdu. Və bu həmçinin bu halin də lideri Meyraz bir kill vurubdu və feylən 2 nəfər beyni 3 nəfər qalıb və bəli. Meyraz burada təh qaldı beyni 3 nəfər və həman ki görürsünüz. Meyraz buradan təhdir və o halində lideri Sorena qalıb və feylən üzbəyüz sıxıbla və dəymədi. Və Meyraz vur! Meyraz bir nəfər Mr. Koskolu vurdu və öldü. Və həman ki görürsünüz Həmədanın timi bir heçə qabağa düşdü. Bir heçə Həmədanın timi qabağa düşdü və Mr. Sorena 2 daha kilindən və Stream mod 2 daha kilindən və bu halda Meyraz buradan fəqət adam vurubdu, enemi vurub və feylən obisi yarları kill vurmayıbdı və bəli Meyraz əvvəlin killi vurdu lideri obisi tərəf 4 kill və bu haldan Sorena bu halin lideri 1 nəfər vurdu və buradan SBS Meyraz 1 nəfərdi vurdu, SBD qaldılar və biz görürsünüz Stream mod və biraz uzaqlaşdı və o haldən də Dark Evil da öldü, Sutun vurdu, bəkdən cover alıbdı və bəli Sutun caman ki gördünüz bəkdən cover shotla eləyə bildi 2 dənə kill vura və buradan Həmədan 1 və Təbriz 1 insafı qəşəng oyunudur və hər iki timin də 5 iddiası vardı ki eləyə bilərlər bir-birin utalar və görə hansı tim müvəffəq olacaq utar. Bu haldən Sutun xəttini tutubdu və eləyənmədi nəfəri vura və uşaqlar hamısı yığışıb çubu evin ora və buradan bir nəfəri həsv olmayıbdı. Dark mod Meyrazı vurdu və o haldən lideri getdi kullə və Çaha der müqabilə do Killer də öldü və təh Sutun qalıbdı. Sutun da həmanki yerində və bəli Sorena 6 killə eləyə bildi 2-ci raunda ala və Həmədan do və Təbriz 1 və buradan ki görürsünüz 6 da Sorena'nın killi vardı, 3 dənə Stream mod və Mr. Koskol 1 dənə və Dark Evil 2 dənə. Bu haldən də Sutun 3 dənə, Meyraz 5 dənə və Killer 1 dənə. Mərzbanla Reza Şah feylə kill aldı. Killer əvvəlin killi, 2-ci killi aldı. Mr. Dark Evil'ı vurdu və Meyraz neydinlə birini uçutdu. Stream modu Meyraz neydinlə uçutdu və Mr. Koskol kəmp eləmişdi və Meyraz liderlərin vurdu. Və Mərzbanla dərcədir ki, Killer daldan vurdu. Və indi Sorena lider der müqabilə Çahar idi ki, birim vurdu və qalıb 3 nəfərindən və özünüz görürsünüz. Para tutmuşdu Sutun eğimin və do der müqabilə 1 eli görək Sorena eləyə biləcək bu randı da yığa və nə xeyr Mərzban bəkdən eləyə bildi ki vura və 2-2-yə buracan oyun idamə tapıb və Mərzban əvvəlin killini aldı və buradan o adam 2 killi yoxdur. Reza Şahdır Təbriz timindən və o haldən də Raviddir 0 killindən. Xoş və çoxtarın killərimiz də hər iki liderlə Meyrazla Sorenadır və həman ki gördünüz Meyraz 1 kill də vurdu və bəli 8-8 Sorena'nın həmkill oldular və çox gözəl halətdə killer də vurdu yarın. Və Mr. Koskol yine həmanki yerdə kəmp eləmişdi və eləyə bildi
yarım vura. Və bu əldən də maşallah killer. Bərəkanla. Sedər müqabilə yek Mr. Kosxol davam gətiribdi və Reza Şah qalır, Sutun qalır və killer qalır. Görək aya eləyə biləcək Mr. Kosxol bu 3 nəfər vura və gəldi dərcilliğə. Bir dana vurdu, dəymədi. Və özü görsüz bir dana damage yedi Riz və killerin damage verdi və ölmədi və yine qaçdı. Qəşəng qaça bilir 3 nəfərin içində qəşəng oynayır və bütün gördü Sutun bəkdən vurdu və buradan 3-2-yə Təbriz timi Həmədandan qabaq. Və killərdə də 8-8 iki hər tərəfin lider və çox tərin kill bu tərəf killerdi və o tərəfinki Mr. Kosxoldu. Xoş, görək əvvəlin nəfər qurbanı kim olacaq burada? Oho! Killer damage yedi. Və əvvəlin nəfəri ki öldü Sutun idi təvəssütü Sorena və bu əldən də Dark Evil mərzbanı vurdu və 2-4-ə və 2-3 oldu. Və buradan görürsünüz uşaqlardan, Təbriz timindən bətər şat idi killer vurdu. Və bir daha da o cürə killer dərhalı fight idi və bəli killer birim vurdu, o əlin lideri vurdu killeri və Meyraz der müqabili birim vurdu Meyraz. 2 liderlər qalıbdı. Qoy görək Təbrizin lideri vuracaq ya Həmədanın lideri. Öz iş görürsünüz ikisi də bu ehtiyat oynayırlar. Və Meyraz dərhalı reloaddir və Sorena gedib çube və yarın axtar və sedap axtarı. Və Meyraz vuracaq ya Sorena. Bütün görürsünüz Meyraz iki timdə bu diqqət və por stres halətdə oynayırlar. Qoyacaq Hunt tim bərəndi bu müsabiqə olacaq. Buradan liderlərin ikisi Meyraz gördü eləyə bilər vurar və Sorena çöndü. Tez qaçdı Meyraz. Vuranmadı. Vay, ikisi də bir-birini görüb bəli vurmurlar əmniyə. Meyraz vuracaq ya Sutun və bəli Sorena çox gözəl halətdə hipfire vurdu və Meyraz'a headshotla oyunu 3 elədi və insafə Sorena 11 killə çox gözəl oynayıb və neçə dəstə Həmədanlıları qeytərir oyuna və buradan da gözüm 3-3. Görək əvvəlin qurbanı, əvvəl dəstə kim olacaq burada? Bəli, killer stream modu vurdu və bal dəymədi və killer karbon çox gözəl halətdə mərzban da o əldə Sorenanı vurdu və Ravid də mərzbanı vurdu və buradan SB1 qalıblar. Meyraz görübdü və hipfire vurdu, dəymədi və bəli o hipfire ki Sorena qəblən Meyraz'a vurmuşdu. Düz həman ləhzə Meyraz əvazinin yarından açdı. 4-3-ə Təbriz timi qabaqdı və killərdə də Sorena 11, Meyraz 10 və çox tərin kill 12 bu əldən və ayol iştibah elədim mən. Özüç görürsünüz killer gəlib Meyraz'ı yetirib kildən və həmçinin bir nəfər də vurdu 13 killindən nəfərə əvvəli Təbriz timindəndir və Sorena ölübdür və bəli bu əldən görürsünüz ki Ravid qan çəkibdi və həmçinin öldü. Bu əldən mərzban vurdu və o əldən də Sutun, mərzban killer və Dark Evil buradan 3 nəfərdən istəyib fight verə qoy görək ki eləyə biləcək Soreniya tay Həmədanla oyuna qeytərəyə yox. Peylan buradan məğzində kəmp halətindədir. Görübdü və göydə birim vurdu, dəymədi və bəli birim vurdu. 2 nəfər çox gözəl halətdə Dark Evil vurdu. Mercy çox gözəl halətdə şatları təhsindir və bu əldən Sutun kəmp elib vurdu. Və bu əldən bəli Sutun cover shotdan eləyə bildi 5-ci raunda ala və Təbriz timi 5-3-ə qabağa düşər. Çox gözəl halətdə Dark Evil eləyə bildi 2 nəfəri vura, bəli Sutuna gücü çatmadı. Və axır rand eləyə bilər Təbrizləri ola və feylən Həmədanlılar dalıdır. 2 rand niyazdır səttlərinə və Ravid qey çəkibdi, shotgun və Sutun birini knife elədi, killer vurdu və oho! Bu əlin lideri Meyraz Ravid'i eləyə bildi gözəl halətdə, xasa halətdə
daldan xeft eləyə bilərsən və bütün ki görürsünüz, yek der müqabilə do qalır. Yek der müqabilə do. Qoy görək. Meyrac eləyə bilər, bu dəsti ala ya öləcək. Və bəli, yarları görübdür. Bu əldə Meyrac təbəri alıb əlinə. Mr. Kosxol və Stream Mod həmçinin zində, birinin 6 kili, biri 4 kilinə. Meyrac təbəri alıb əlinə. Təbər feylən əlindədir, gözlüyü biri qaxa üstə vura. Həmçinin Meyrac təhcanı 2 nəfərlə fight verir. Əgər Meyrac bu oyunu yıxsa, təbriz tim eləyir 6 imtiyazla oyunu uta və hər zat qutula. Burada görürsünüz, o əldən Stream Mod fasilələ istəyir eğim tuta. Nə, bəşi Mr. Kosxoldur ki, fasilələ istəyir oynaya və bir şat vurdu, dəymədi, 2-ci şat dəydi. Və həmçinin Meyrac öldü və həmədanlılar getdilər 4 imtiyaza və həmçinin bir imtiyazda niyazlarıdır ki, təsaviyə yetirərlər və axarın randa oynayırlar. Qoyucuraq təbriz tim eləyə bilir bu randa uta və kollu oyunu qutaralar və yox. Və bu əldən Mərzbar EM-in tutubdur və bu əldən də Raydin şatqanın çəkibdir. Raydin idi, adı nə neydi? Rayvid bəşinin, Rayvid şatqanın çəkibdir. Killer əvvəlin kili vurdu. Bu əldən də görürsünüz, killer dərgirdir. Vurdu, dəymədi və 2-ci kilin oldu 16 kilinə. Çox gözəl halətdə əvvəlin nəfər və kiltərin bazikon killerdir. Və bu əldən Sorena Meyracı vurdu, lideri vurdu və bəli, Sutun vurdu və tamam. Bütün görürsünüz 6 dana 6-4-də Təbriz timi Həmədanı utdu və insafı hər do tim çox gözəl oynadılar və gözəl şatları gördük hər iki timdən və təbrik ərz eləyirəm Təbriz timindən Meyrac ki, bizim öz timimiz olur, fərqi yoxdur. Təbrik ərz eləyirəm Meyracın timinə və eləyə bildilər 6-4-də Həmədan timin şikəst verələr və əgər istəyirsiniz bu səbkidə video qoyaq, həttəmən mənə kommentlərdə deyin. O birisi videodan xudahafiz.